Mənim ən çox qıcıqlandığım və ən əsəb keçirdiyim qadın tipləri. Uşaq ya öz nəvəsidir, ya qardaş uşağıdır, ya bacısı uşağıdır, ya hər hansı bir qohumdur. Uşaq dünyaya gəldiyi gündən ta oxuduğu sinifə qədər bütün şəkilləri WhatsApp-da düzüb ki, uşaq hansı yeməklərdə istifadə edib, uşaq harda əylənib, uşaq yəni nə yemək yeyib, hansı məkanlara gedib, hansı məkanları ziyarət eləyib, hansı məkanlarda günün keçirib, kimin nəyinə lazımdır, nəyə lazımdır bu risovkalı. Təbrik eləmək istəyirsiniz, Allah saxlasın. Lap yaxşı, bir dənə şəklini paylaşın, səni təbrik edirəm. Böyük oğlan olsan və yaxud da böyük qız olsan, vəssalam. Məcburdurmu ki, uşaq dünyaya gəldiyi gündən ta oxuduğu sinifə qədər şəkilləri düzüb paylaşasınız, videolar düzüb paylaşasınız. Bu nə məntiqdir, bu nə düşüncədir axı? Mən bunu başa düşəmirəm. Guya bunu paylaşsanız siz cənnət vacib olacaq. Guya bunu paylaşsanız siz cənnətə gedəcəksiniz. Yoxsa Allah sizə məqam verəcək, yoxsa Allah sizə ali dərəcə nəsə verəcək. Biraz təfəkkürünüz olsun. Siz başa düşmürsünüz ki, qarşı tərəfdəki insanları görürsünüz. Sizin statusa baxan insanlar sıxılırlar, bezirlər, narahat olurlar. Siz bunu niyə anlamaq istəmirsiniz? Mənə şəxsən ləzzət eləmir. O həmin adamları bir gün götürüb bloka atıram. Belə də olmaz da. Yəni bir dənə uşağın şəkli paylaşmaqdasa düzü 100 dənə, 150 dənə, 200 dənə şəkil düzüb WhatsApp-a. Nəyə lazımdır axı bu? Kimə özünüzü göstərirsiniz? Niyə özünüzü göstərirsiniz? Məsələ də bundadır. Yəni adama qıcıq yaradan məsələlərdəndir bu. Allah islah eləsin bu cür insanları. Xüsusən də bu adətən qadın xayraqlarında olur.